Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas sessiyasının açılışından əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Milli Mətbuatının yaradıcısı Həsən bəy Zardabinin məzarını ziyarət edib. Tədbirin açılışında Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş olunub. Rektor Elçin Babayev Milli Mətbuatın 150 illik yubileyinin münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, Həsən bəy Zardabinin 1875-ci il iyulun 22-sində əsasını qoyduğu Əkinci qəzeti ilə başlayan milli mətbuatımız maarifçilik ideallarının yayılmasında və ictimai düşüncənin inkişafında müstəsna rol oynayıb. Üsküdar Universitetinin rektoru Nazifə Güngör qeyd edib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bütün sahələrdə güclərini birləşdirməsi lazımdır. Bakı Dövlət Universiteti ilə birgə addımlar ataraq, ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyə qarşıya məqsəd qoyub. Çıxış edənlər konfransda səsləndirilən fikirlərin, qoyulan mövzuların Azərbaycan Respublikasının gələcək inkişafının istiqamətlərinə töhfə verəcəyini qeyd ediblər. Tədbirdə Bakı Dövlət Universitetinin Media Problemləri Elmi Nəzəri və Analitik jurnalının ilk sayı təqdim olunub. Sonda universitetin Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə nümayiş olunub. Konfransı əsas sessiyasından əvvəl Azərbaycan Milli Mətbuatının 150 illik yubiley çərçivəsində Jurnalistika Fakültəsində Milli Mətbuat Tarixi auditoriyasının açılışı olub. Bildirilib ki, yeni açılan Milli Mətbuat Tarixi auditoriyası Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi əks etdirməklə bərabər medianın qarşısında duran vəzifələrin müzakirə olunacağı əsas platformaya çevriləcək. Konfrans panel iclaslarla 3 gün davam edib. Akif Mahmudov, Zahid İbrahimov, BDO Xəbər.